Bəli qardaşlar. Deməli, dedik ki, dəstəmaz almanın ikinci fəziləti odur ki, günahlar üçün kəffarədir. Hansı ki, Osman radiyallahu anh buyurur ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem deyir ki, Mən təvaddaə fə əhsənəl vudu'a xaracət xatayəhu min cəsədihi həttə təxrucə min təhtə əzfərihi. Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurur ki, kim gözəl şəkildə, kim dəstəmaz alarsa və yəni gözəl şəkildə alarsa, fikir verin, gözəl şəkildə. Deməli, dəstəmazın gözəl şəkildə olan da var. Yəni, bu da nə deməkdir? Dəstəmaz alanda insan gözəl şəkildə almalıdır. Xuşulu almalıdır. İbadət olduğunu fərqinə varmalıdır. Bu şəkildə alarsa, onun deyir, bədənindən günahları çıxar, tökülər. Hətta deyir, onların, yəni insanın dırnaqlarının arasından günahları tökülər. Barakallahu fikum. Deməli, üçüncü faydası, deməli, dəstəmazı qorumağın iman əhlinin əlamətindən olması. Hansı ki, Təvbən radiyallahu anhudan nəql olunur ki, Allah Rasulü sallallahu aleyhi və səlləm deyir ki, İstəqimu və lən tuhsu və aləmu ənə xayrə ə'məlukum əs-salə. Deməli, İstəqimu, yəni doğru şəkildə olun, doğru olun və bilin ki, sizin etdiyiniz əməllərin ən xeyirlisi namazdır. Və la yuhafiz aləl vudu illə mümin. Və dəstəmazı da mömindən başqası qorumaz. Yəni, burada dəstəmazı qorumaq deyəndə insan yəni çalışmalıdır ki, hər bir anında dəstəmazda olsun. Yəni, söhbət ondan gedir. Yəni, insan hər bir halda nə olsun? Dəstəmazda olsun. Çölə çıxanda, yəni bunu bir növ adət edinmək lazımdır ki, çölə çıxdın, dəstəmaz al çıx. Yəni, işə getdin, dəstəmaz al get. Nə vaxtsa pozuldusa, ayaq yolundan çıxırsan, gücün çatdığı qədər dəstəmazda ol. Çünki insan, ölümün insana nə vaxt gələcəyini bilmir, qardaşlar. Ona görə də yaxşıdır ki, dəstəmazda olsun. Barakallahu fikum. Və həmçinin qardaşlar, dəstəmaz dördüncü faydası, fəzilətlərindən dəstəmaz alan insan qiyamət günü iman əhlinin əlamətlərindən olacaq. Qiyamət günü iman əhlinin əlamətlərindən olacaq ki, onların dəstəmazda olması. Əbu Hüreyrə radiyallahu anhudan gəlir ki, Səmi'atu Rasulullah sallallahu aleyhi və səlləm yəqul, Allah Rasul sallallahu aleyhi və səlləm eşitdim ki, belə deyir, İnnə ümməti yud'avnə yevməl qiyaməti qurran muhaccəlinə min əthəril vudu. Fəmən istata'a ən yutilə qurratəhu fəliyəfəal. Allah Rasul buyurur ki, mənim ümmətim qiyamət günü üzləri dəstəmazın əlamətindən nurlanmış, nurlu bir şəkildə gələcəklər. Yəni, onların dəstəmaz əzaları, hansı ki, dünyada yuyurdu, nurlanmış bir şəkildə gələcək. Allah təala bizləri onlardan etsin. Allahümmə əmin. Və deyir ki, fəmən istata'a ən yutilə qurratəhu. Kim də deyir, bunu bacarırsa, bu nuru, yəni uzatmağı bacarırsa, bunu etsin. Yəni, nuru uzatmaq burada o deməkdir ki, məsələn, və alimlər deyirlər ki, qardaşlar, alimlər ixtilaf ediblər bu hədisin bu hissəsində ki, fəmən istata'a ən yutilə qurratəhu fəliyəfəal. Bura deyirlər ki, Əbu Hüreyrə radiyallahu anh sözüdür. Allah Rasulü sallallahu aleyhi və səlləmin sözü deyil. Çünki Əbu Hüreyrə radiyallahu anhu, Əbu Hüreyrə, o dəstəmaz alanda çiyinlərinə qədər yurdu. Yəni, burada onu başa düşürdü ki, sahabə uzatmaq deyəndə dirsəyə qədər yox, uzatmaq, yəni çiyinə qədər uzadır dəstəmaz hissəsini. Yəni, ona görə də Allah aləm, yəni bu Əbu Hüreyrə radiyallahu anh sözüdür. Yəni, Allah Rasulü sallallahu aleyhi və səlləm sözü deyil. Doğrusunu Allah bilir. Və beşinci faydası, əl-vudu min əsbəb duxul cənnə. Deməli, dəstəmaz cənnətə daxil edən səbəblərdəndir. Və Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, Uqbət ibn Amirin hədisində, Mə min muslimin yətəvaddaə fəyuhsinu vudu'əhu thumma yəqulu fəyusalli rakatin. Müminlərdən, müsəlmanlardan kim gözəl şəkildə dəstəmaz alar, sonra qalxıb 2 rükət namaz qılarsa,
muqbilun aleyhimə biqalbihi və vəchihi. Və deyir, öz deməli, muqbilun qəbuldur deyir ondan, qəlbi ilə və üzü ilə bu şeyi əməl edərsə. Yəni, qəlblə əməl etmək xuşulu şəkildə olmaqdır. Üzdəki, üzünü insanın qibləyə tərəf çevirməsi. İllə vəcəbət ləhul cənnə. Ona cənnət vacib olar. Deməli, ona cənnət vacib olar. Və həmçinin qardaşlar, Əbu Hüreyrə radiyallahu anhudan başqa rəvayət olunan hədisdə, bu hədisi də Əbi Həzim rəvayət edir, deyir ki, Əbu Hüreyrə deyir ki, mən deyir, dostumdan eşitdim, yəni burada Allah Rasulunu qəsd edir, deməli, deyir ki, yəni müminin qiyamət günü dəstəmaz nə olacaq? Müminin nuru olacaq, bəzəyi olacaq. Və sonra qardaşlar, bəzi burada məsələlər də yenə qeyd edəcəm Allah təalanın izni ilə. Hansı ki, nə üçün dəstəmaz almaq hansı hallarda vacib olur? Bunlardan birincisi, namaz üçün dəstəmaz almaq vacibdir. Hansı ki, buyurur ki, ət-taharatu minəl hədəti şərtun li sihhatis salah. Yəni, insanın təmiz olması namazın sihhəti üçün şərtdir. Hədəsdən təmiz olması, yəni burada dəstəmaz nəzərdə tutulur. Dəstəmaz vacibdir. Və həmçinin bu namaz deyəndə qardaşlar, namaz mövhumu ümumiyyətlə bəzən görsən, bəzi yəni elm əhli olmayan, elmdən yəni başa çıxmayan insanlar, görsən avam insanlar cənazə namazında dəstəmaz almırlar. Gəlir, durur eləcə namaza. Ümumiyyətlə ismi namaz olan hər bir şey, istəyir istixarə namazı olsun, istisqa namazı olsun. Yəni istisqa namazı, yəni yağışın yağması üçün qılınan namaz. İstəyir xovf namazı olsun, qorxu namazı, cənazə namazı olsun və yaxud da 5 vaxt namaz olsun və yaxud nafilə namazı olsun, fərqi yoxdur. Nəyin adı namazdırsa, onun üçün dəstəmaz vacibdir, vəssalam. Onun üçün dəstəmaz almaq vacibdir. Cənazə namazı da bunun kimidir. Cənazə namazı durursansa, mütləq dəstəmazlı olmalısan. Əgər dəstəmazsız gəlib durarsansa, o namaz səndən qəbul olunmaz. Bəli. Və sonra buyurur ki, ikinci məsələ, yəni bu dəstəmaz nə üçün lazımdır və yaxud da ki, ehtiyac yoxdur və yaxud da ixtilaf var. Bu məsələlərdən ikincisi, tilavət səcdəsi üçün dəstəmaz vacibdir, yoxsa yox. Məsələn, Quran oxuyursan, istər mushafdan oxu, istər də yəni insanın öz əzbərdən oxuması zamanı. Əgər tilavət səcdəsinə rastlaşarsansa, bu zaman dəstəmazlı olmaq vacibdir, yoxsa yox. Və bu barədə alimlər ixtilaf ediblər, qardaşlar. Bu barədə iki qovul var. Birincisi odur ki, deməli, dəstəmazlı olmaq şərtdir və bəzi alimlər də dəstəmazlı olmağı şərt görmürlər tilavət səcdəsi üçün. Doğrusunu Allah bilir. Yəni, burada məsələn, məsələ ortaya çıxır ki, insan niyə görə Quran oxuyanda dəstəmazsız olsun ki? Ona görə də insan Quran oxuyanda dəstəmazlı olursa, tilavət səcdəsi eləyəndə də elə dəstəmazlı olması şərtdir. Doğrusunu Allah bilir. Və həmçinin tavaf eləyərkən, həcdə və yaxud da ümrədə olanda tavaf eləyərkən dəstəmazlı olması, deməli, alimlər bu barədə icma ediblər ki, insan tavaf eləyərkən dəstəmazlı olması şərtdir. Əgər dəstəmaz pozularsa, təvafı saxlayırsan, gedib dəstəmaz alırsan, sonra qayıdıb tavaf eləyirsən. Çünki bəzi hədislər var ki, qeyd olunur ki, təvaf namaz kimidir. Sadəcə namazdan fərqi odur ki, yəni insana yemək, içmək halaldır və danışmaq halaldır. Və sonra deməli, Quran qiraəti üçün dəstəmazlı olmaq da deməli, dəstəmazsız Quran oxumaq barədə alimlər ixtilaf ediblər, necə ki bilirsiniz. Və bəzi alimlər deyir ki,
insanın musafa toxunmaması şərti ilə dəstəmazsız Quranı qiraət etməsi icazəlidir. Lakin ən yaxşısı odur ki, insan nə olsun? Dəstəmazlı olsun. Və alimlər ümumiyyətlə icma nəql edirlər ki, yəni dəstəmazsız Quran oxumağın icazəli olmasına, yəni bunlardan da İbn Abdülbir və Qadi İyad rahimehumullah və İmam Nəvavi və İbn Teymiyyə rahimehullah, Şeyxülislam İbn Teymiyyə rahimehullah bu barədə icma nəql edirlər ki, yəni insan dəstəmazsız Quran oxuması icazəlidir. Amma musafa toxunmursan. Bəli. Və musafa toxunmaq da, əziz qardaşlar, musafa toxunmaq üçün dəstəmazın şərt olması və ümumiyyətlə götürəndə insan yaxşıdır ki, toxunmasın. Və dörd məzhəb alimləri bu barədə ittifaq ediblər. Bu barədə ittifaq ediblər ki, la yecuzu messul mushaf min qeyri vudu. İnsanın dəstəmazı olmadan musafa toxunması icazəli deyil. Yəni Əbu Hanifə, Məlik, Şəfi, Əhməd dördü də ittifaq ediblər ki, dəstəmazsız musafa toxunmaq olmaz. Və bu barədə Vallahu aləm alimlərin icması da var. Bəli. Və körpə uşaqların hansı ki, onların yəni dəstəmaz almaq üçün şərtlər vardır. İnşallah onlara gələcək ki, hansı ki, insanın buluğ yaşına çatmasıdır. Yəni bu halda, əgər insan buluğ yaşına çatmırsa, uşaqlar üçün dəstəmaz almaq, yəni bu şəkildə, dəstəmazsız şəkildə musafa toxunmaq icazəlidir. Yəni bir halda ki, onu öyrətmək və yaxud da ki, əzbərlətmək istəyirsənsə. Yəni dəstəmazlı olmağı şərt deyil. Və bu da həmçinin cümhur alimlər, fuqahalar tərəfindən deməli, onların görüşüdür. Və həmçinin Əbu Hanifə rahimehullah, İmam Məlik və İmam Şəfi'i rahimehullah deyir ki, bu barədə görüş zikr edir. Və həmçinin Həmbəllərdə də bu görüş var ki, körpə uşağın dəstəmazsız şəkildə musafa toxunması icazəlidir. Və sonra qardaşlar, yatarkən dəstəmazlı olmaq da sünnədir. Yəni, yatarkən burada qəsd olunur ki, yatmamışdan qabaq. Yatmamışdan qabaq dəstəmazlı alıb yatmaq sünnədir. Və bu da dörd məzhəb arasında ittifaqdır. O qədər ixtilaf demiş ki, dilimizə yapışıb, əlhəmdülillah. Deməli, alimlər arasında ittifaqdır ki, yatmamışdan qabaq dəstəmaz almaq sünnədir. Və növbəti məsələ, bütün namazlar üçün dəstəmazı təzələmək. Yəni, bütün namazlar üçün dəstəmazı təzələmək sünnədir, yəni icazəlidir. Və bu da dörd məzhəb arasında ittifaq olunmuş məsələdir ki, əgər namaz qılmağa gedirsənsə, bu 5 vaxt namazdan söhbət gedir. Bu 5 vaxt namazlar arasında namazda hər namaz üçün başqa-başqa dəstəmaz almağın icazəli olması. Və həmçinin müstəhəbdir ki, insanın məsələn azan vermək istəyirsənsə, müəzzinsənsə, bu zaman da dəstəmazda olmaq müstəhəbdir. Yəni, dəstəmazın yoxdursa, azan verə bilməzsən deyə bir şey yoxdur. Əgər dəstəmazın yoxdursa, müstəhəbdir ki, dəstəmaz alasan. Yoxdursa da icazəlidir azan vermək. Və həmçinin növbəti məsələ, qardaşlarım, yəni insanın cünub halında olarkən, məsələn, qüslün pozulub, cünub halındasan və bu halda insan əgər yemək və ya içmək istəyirsə və yaxud da yatmaq istəyirsə, bu zaman da müstəhəbdir ki, insan dəstəmaz alsın. Bu zaman da müstəhəbdir ki, insan dəstəmaz alsın. Cünub halında ola bilər ki, məsələn, yəni indiki evlərdə, bəzi evlərdə isidicilər var. Onları işə salmalısan ki, müəyyən bir müddət çəkir
ki, sən hətta qüsl alasan. O ərəfədə, yəni insan yemək və ya içmək istəyirsə, müstəhəbdir ki, insan dəstəmaz alsın, sonra da yesin, içsin. Yəni bu da nədəndir? Yəni o yediyi, içdiyi şeylərə ehtiramdandır. Yəni çünki bunlar hamısı Allahdandır. Və həmçinin yatmaq da bu cürdür. Yəni insan əgər cünub halında yatmaq istəyirsə və yatmaq o halda ki, namazı qaçırtmayacaqsa, yəni yatmaq istəyirsə, o zaman nə edir? Dəstəmaz alır, yatır. Və bu da müstəhəbdir. Yəni buradan başqa bir məsələ də ortaya çıxır ki, insan yəni cünub halında yata bilər. Cünub halında yata bilər, icazəlidir. Bəzi cahil insanlardan eşidirik, Allah Teala hidayət versin. Yəni deyir ki, cünub halında yemək içmək haramdır, yatmaq haramdır və yaxud da başqa şeylər. Xeyr, bu icazəlidir. Yemək içmək sadəcə müstəhəbdir ki, dəstəmaz alıb sonra yeyib içib və yaxud da yata bilərsən. Doğrusunu Allah bilir. Və həmçinin qardaşlar, növbəti məsələ də hansı ki, şərtlərə keçməmişdən qabaq sonuncu məsələdir və insanın yəni əgər yoldaşı ilə cima halında olarsa, yəni yaxınlıq edərsə və sonra ikinci yaxınlığı yəni birinci yaxınlıq qurtardıqdan sonra ikinci yaxınlığı əgər istəyərsə ikinci dəfə və sonra müstəhəbdir ki, qalxıb dəstəmaz almağı da müstəhəbdir. Qalxıb dəstəmaz almağı müstəhəbdir və bu da alimlər arasında ittifaqdır. Və həmçinin sahabelərdən və tabeinlərdən də varid olub ki, əgər ikinci dəfə insan yoldaşına qayıtmaq istəyərsə, bu zaman dəstəmaz alsın. Doğrusunu Allah bilir. Dəstəmazın şərtlərini də qeyd edək, inşallah saxlayaq burada. Yaxşı, dəstəmazın şərtləri. Kim deyər, şərtlə fərz deyirik, dəstəmazın fərzləri, vacibləri. Şərtlə fərzin arasındakı fərq nədir? Fərz, yəni dəstəmazın fərzləri deyəndə dəstəmazın içində olan şeylər nəzərdə tutulur. Məsələn, deyək ki, dəstəmazın fərzlərindən üzü yumaq və s. Amma şərt deyəndə dəstəmazın çölündə olan şeylər nəzərdə tutulur. Dəstəmazdan əvvəl olan şeylər nəzərdə tutulur. Yaxşı, inşallah bunu yadda saxlayın. Yaxşı, dəstəmazın biz dedik ki, şərtlərindən söhbət edəcək. Dəstəmazın birinci şərti, qardaşlar, İslamdır. Dəstəmazın birinci şərti nədir? İslam. Yəni, insan müsəlman olmalıdır. Və kafirin aldığı dəstəmaz səhih deyil. Və bu da cümhur alimlərin arasında ittifaqdır. Hansı ki, malikilər, şafilər və həmbəlilər və həmçinin hənəflərdən də bu görüş gəlib. Bəli, insanın müsəlman olması. İkinci şərti odur ki, ağlın olması. Ağıl. Və deməli, əgər insan ağıllı insandırsa, yəni dəstəmaz alırsansa, o dəstəmaz o zaman keçərlidir ki, insan ağıllı olsun. Yəni dəli olan insanın dəstəmazı keçərli deyil. Yəni ağlı başında olmayan insana dəstəmaz nədir? Şərt deyil. Və bu da alimlər arasında, 4 məzhəb arasında ittifaqlı. Və həmçinin sonra niyyət məsələsi gəlir. Üçüncü şərt niyyət olması. Və niyyətin də alimlər arasında yenə ittifaqlı məsələdir ki, cümhur alimlər deyir ki, niyyət nədir? Dəstəmazın şərtlərindəndir. İnsan hər dəstəmaz üçün niyyət etməlidir. Və insanın, burada bir məsələyə toxunmaq istəyirəm, Allahın izniyle diqqətli olun. Niyyətin ümumiyyətlə məhəlli, yəni yeri qəlbdir, qardaşlar. İnsanın dinlə niyyəti deməsi bidətdir. Məsələn, deməsi ki, niyyət etdim Allah rızası üçün dəstəmaz almağa, niyyət etdim Allah rızası üçün zöhr namazının 2 rükət sünnəsini qılmağa və yaxud da ki, bəziləri var, subhanallah, niyyət etdim zöhr namazının fərzini qılmağa, uydum hazır olmuş imama falan filan. Yəni bu şeylər hamısı bidətdir, belə şeylər yoxdur yəni. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə hər şey öyrədib bu dində. Yəni niyyəti sözlə deyilməsi isə heç bir sahabədən və yaxud da tabeindən və yaxud da Allah Rasulü sallallahu aleyhi və səlləmin heç bir rəvayət yoxdur bu barədə. Niyyətin yeri haradır? Qəlbdir. Və onu dillə demək nədir? Bidətdir. Deməli,
niyyət qardaşlar, biz dedik ki, dəstəmaz üçün şərtdir, eləmi? Niyyət ümumiyyətlə nə deməkdir? Niyyət yəni nə etdiyini insanın bilməsidir. Sən bilirsən ki, nə edirsən, bu elə özü niyyətdir. Aydındır? Yəni hətta öz nəfsində o olsa, bəli. Ki, məsələn, müsəlman olmayanda dəstəmaz batildir. Ağıl olmayanda dəstəmaz batildir. Niyyət, yəni şərt bu deməkdir. İndi yaxşı, buradan bir məsələ ortaya çıxır ki, bəzi istisnalar var ki, qardaşlar, bu istisnalarda niyyət şərt deyil. İnşallah bunu da yazıb göndərərik. Bu istisnalarda niyyət şərt deyil. Gəlin görək o hansı istisnalardır ki, o zaman niyyət şərt deyil. Birincisi, biz bildik ki, kafirin niyyəti şərt, niyyəti yoxdur. Düzdürmü? Yəni, qeyri-müsəlmanın niyyəti yoxdur. Lakin, ola bilsin ki, müsəlmanlardan kimsə hansısa bir Yahudi ilə və yaxud da Xristiyanla evlənib, düzdürmü? Yəni, onlardan qız almaq olar, onlara qız vermək olmaz. Evlənib bir Yahudi ilə və ya da Xristiyanla, kitab əhli ilə. Və həmin qadın, məsəl üçün, heyz dövrü keçirdir. Və bu heyz dövründən sonra təmizlənmə olur. Və təmizlənəndən sonra yoldaşı ilə yaxınlıq etməsi üçün nə vacibdir? Nə etməlidir? Qüsl almalıdır, eləmi? Və bu qüsl almaqdan ötürü ki, bu qüsl ibadətdir və qüsl almaq üçün insanın nəyə ehtiyacı var? Niyyətə ehtiyacı var. Əgər niyyət etməsə bu qüsl hasil olmur. Aydındır? Və buradakı istisna odur ki, əgər kafir bir qadınla evlənərsə, onun heyzdən təmizlənib zövcəsi ilə yaxınlıq etməsindən ötürü, aldığı qüsuldan ötürü niyyət vacib deyil. İkinci məsələ. Müsəlman qadın heyz müddəti bitib. Və bu bitdikdən sonra, lakin istəmir ki, yoldaşı ilə yaxınlıq eləsin. Var elə qadınlar. İkrah eləyir. Eləmir. İstəmir və yaxud da başqa səbəblər ola bilər. Və bu zaman ərinə icazəlidir ki, o yaxınlıqdan ötürü onu məcburi qüsl aldırsın. Məcbur şəkildə qüsl aldırsın. Və bu zaman da niyyət şərt deyil, qardaşlar. Yaxınlıq etmək üçün qüsl hasil olur, lakin niyyət şərt deyil. Və bu qüsul ilə yaxınlıq edə bilər, lakin namaz qıla bilməz. Aydındır? Sual varsa deyin. Yəni, saxlamayın inşallah, deyin. Başa düşməyiniz vacibdir. Aydın oldu mu? Keçək mi? Aydındır. Yaxşı. Aydındır, buyur. Yaxşı. Üçüncü məsələ, hansı ki, deməli, yəni niyyətin şərt olmaması məsələsi. Üçüncü məsələ odur ki, yəni məsələn, biri ağlı olmayan, dəli olan biri ilə evlənib, qadınla evlənib, fərqi yoxdur. Yəni, bu halda evlənib və yaxud da evlənəndən sonra dəli olub, fərqi yoxdur. Əgər ağıl olmazsa, dəli olarsa, qadın evli olarsa, heyizdən və nifasdan, nifas yəni nədir? Doğumdan sonra gələn qan. Heyizdən təmizlənməsi üçün, onun üçün niyyət nədir? Onun üçün niyyət şərt deyil. Çünki biz dedik ki, ağıl olmalıdır, düzdürmü? Əgər dəlidirsə, onun üçün niyyət etmək şərt deyil. Və bəzi alimlər gətirir ki, Allah aləm, yəni əri əgər onu dərk eləmirsə, əri onun yerinə niyyət edə bilər. Bu da üçüncü məsələ. Dördüncü məsələ isə niyyət bütün şeylərdə şərtdir. Dördüncü məsələ istisnamız isə yəni ölüdür. Ölü də yəni şübhəsiz ki, yəni niyyət eləyə bilməz. Yəni ona qüsul aldırılır, onun niyyəti hasıl olmur. Onun üçün də şərt deyil. Doğrusunu Allah bilir.
İnşallah ki bu 4 məsələ sizin üçün aydın oldu. Hansı qaranlıq məsələ varsa soruşun. Utanmaq lazım deyil. Çünki iki adam elm ala bilmir. Birincisi kibirli olan, ikincisi isə həya edən, utanan. Yaxşı. Növbəti şərtimiz qardaşlar, dedik ki, insan niyyəti olması, ağlı olması, sonra İslam olmasını qeyd etdik. Və sonra növbəti şərt də heyz və nifasdan təmizlənməsidir. Yəni qadının dəstəmazda şərtdir ki, qadın heyz və nifasdan təmizlənsin. Yəni heyzli halda o deməli nə edə bilməz, dəstəmaz ala bilməz. Və yaxud da ki nifas. Nifas da dedik ki, doğuşdan sonra gələn qandır. Və növbəti şərt deməli dəriyə dəstəmaz suyunun çatmasına mane olan şeylərdən yəni onu aparmaqdır. Dəstəmazda suyun çatmasına, dəriyə çatmasına mane olan şeylərdən təmizlənməkdir. Və bu da vacibdir. Alimlər ittifaq ediblər bu barədə. Ki, məsələn, insan ola bilər ki, kraska tökülsün əlinə və yaxud da ki, lak, boya, fərqi yoxdur. Və yaxud da üzəri torpaq olsun. Dəstəmaz alanda o şey ki, sənin dərinə suyun dəyməsinə mane olur, o şeylərdən təmizlənmək. Bu da dəstəmazın şərtidir. Növbəti şərti lazımdır ki, vacibdir ki, dəstəmaz aldığın su hansı sudan olsun? Kim deyər? Tahur su. Əhsən, tahur su olsun. Və bundan başqa su ilə dəstəmaz almaq nədir? İcazəli deyil. Və bundan başqa su ilə dəstəmaz almaq icazəli deyil. Və bu da cümhur alimlərin, 4 məzhəb imamlarının görüşüdür. Və məsələdə vallahi aləm alimlər icma zikr edirlər. Bəli. Və sonraki şərti qardaşlar, yəni insanın deməli mübah su ilə dəstəmaz alması şərtdirmi? Mübah su ilə dəstəmaz alması şərtdirmi? Yəni burada mübah su deyəndə nəzərdə tutulur ki, məsələn insan deməli oğurlanmış su ilə, qəsb olunmuş su ilə dəstəmaz ala bilərmi? Məzhəbin görüşünə görə ala bilməz. Lakin cümhur alimlərin görüşünə görə oğurlanmış su ilə və deməli qəsb olunmuş su ilə dəstəmaz alanda dəstəmazı səhihdir, günah daşıyır. Günahla bir yerdə. Lakin həmbəllərdə isə icazəli deyil. Oğurlanmış su ilə dəstəmaz alsan, dəstəmazın batildir. Və burada növbəti şərt də var ki, hansı ki təmyiz deyirlər buna qardaşlar, insanın ayırt etməsi. Yəni təmyiz deyəndə burada insan ayırt etməsi, yəni bu bir növ ağla da daxildir. Təmyiz etmək, yəni ayırt edə bilirsən. Ayırt etmə qabiliyyətinə malik olmaq. Yəni bu dəstəmaz deyən, namaz deyil. Yəni belə şeylərdən ayırt etmək qabiliyyətinə malik olmaq da dəstəmazın şərtlərindəndir. Əgər ayırt edə bilirsənsə, seçə bilirsənsə, o zaman dəstəmaz vacibdir sənin üzərinə və doğrusunu Allah bilir. Və bu qədər dəstəmazın şərtləri kifayət eləyər.